Dizlərinizdə, oynaqlarınızda ağrı varsa, bu videoya mütləq baxın. Oynaq ağrılarının bir çox səbəbləri var. Son araşdırmalar göstərir ki, oynaq ağrılarının əsas səbəblərindən biri artıq çəkidir. Təsəvvür eləyin ki, 70 kiloqramlıq bir insanın diz qığırdaqlarının hər santimetrinə 4,5 kiloqram çəki düşür. Amma 120 kiloqramlıq bir adamda bu 8 kiloqramdır. Ona görə də artıq çəkisi olan insanların diz və oynaq problemləri çəkisi normal olan insanlardan 4 dəfə çox olur. Belə deyək də, təsəvvür eləyin ki, sizin boyunuz 1.80-dir, çəkiniz də 80-dir. Bu normal çəkidir. Sizin boynunuza bir 40 kiloqramlıq bir qoçu qoyublar və gün ərzində siz onunla gəzirsiniz. Onunla oturursunuz, onunla yatırsınız. Sizin oynaqlarınız, sümükləriniz necə bir gücə düşər? Yəni ona görə də burada əsas məsələ oynaq ağrılarında çəkini azaltmaqdır. Biraz yaş cavankən çox bunu hiss eləyə bilmirsiniz. Çünki elastik olur sümüklərimiz, daha dözümlü olur. Yaş ötdükcə başlayır şıqqıltılardan, ağrılar və sonradan 50-yə qədər gətirib çıxara bilər. Ona görə də oynaq ağrıları varsa, mütləq çəkiyə nəzarət etmək lazımdır. Piylənmə təkcə sümüklərimizə, oynaqlarımıza güc salmır. Eyni zamanda piylənmə zamanı başqa problemlər də ortaya çıxır. Məsələn, ödəm yaranır. Bu da oynaqların düzgün qidalanmasını çətinləşdirir. Yəni qan dövranı ləngiyir və damarların, oynaqların qidalanması baş vermir. Bəs çıxış yolu nədir? Təbii ki, araqlamaqdır. Yəni, müəyyən müalicələr eləyərsiniz, kök hüceyrələr elətdirərsiniz, falan bəsməkan oynaqları müvəqqəti olaraq bərpa eləyə bilərsiniz. Amma bu artıq çəki yenidən sizin oynaqlarınızda problemlər yaradacaq. Ona görə də ən yaxşısı artıq çəkidən xilas olmaqdır. Artıq çəkidən xilas olmaq üçün isə sizə bugün bir qida əlavəsi tövsiyə eləyəcəm. Alfa-xromdur bu qida əlavəsinin adı. Dərman vasitəsi deyil, qida əlavəsidir. Tərkibində xrom və alfa-lipoid turşusu var. Bu iki element sayəsində iştahı azaldır, şirniyyata meyilliliyi aradan qaldırır, eyni zamanda enerji səviyyənizi yüksəldir ki, siz durub hərəkət eləyə biləsiniz, idman eləyə biləsiniz. Xüsusilə fiziki aktivliklə birgə qəbul edildikdə effekti daha çox olur. Üstəlik antioksidant təsiri də var və buna görə də hüceyrələri, ürək-damar sistemini də qoruyur. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə eləyə bilərsiniz.